Azərbaycan Milli Cəbhəsinin bildirişi. Əziz Azərbaycanlı vətəndaşlar, Azərbaycan Milli Cəbhəsi qarşıdakı imkanları nəzərə alaraq hesab edir ki, bu sarsıqlı vəziyyətin iflası heç bir halda uzaqda deyil və buna hazır olmaq lazımdır. Açıq deyək ki, İrandakı mövcud vəziyyət son nəticədə təkcə İslam Respublikası hökumətinin yox, həm də müxtəlif müxalif qrupların, İranda yaşayan millətlərin milli hüquqlarının tanınmamasına, nəhayət İranın siyasi strukturunun çökməsinə gətirib çıxaracağına inanırıq. Belə bir həssas şəraitdə Azərbaycan Milli Cəbhəsi bütün fəal siyasi cəryanları, ictimai birlikləri bir mənalı olaraq Azərbaycanın müstəqilliyi haqqında fikir ayrılıqlarını bir kənara qoyub, kəkələmədən və var gücü ilə prosesin qurulmasına kömək etməyə çağırır. Bu bildirişlə xalqımızı, siyasi ictimai qrupları ayıq-sayıq olmağa, İranda baş verən hadisələri daha yaxından izləməyə və səylərimizi, güclərimizi birləşdirərək Güney Azərbaycanın müstəqilliyini əldə etməsi üçün mübarizəmizi daha da gücləndirməyə, daha da məqsədyönlü addımlar atmağa səsləyirik. Güney Azərbaycan daxilində şəraitə uyğun mexanizmləri əldə edərək mərkəzi qərargahda kollektiv rəhbərliyi formalaşdırmaq, tam hazırlıqla bəyannamə verməyə və milli hərəkatlara rəhbərlik etməyə qəti şəkildə inanırıq. Azərbaycan Milli Cəbhəsi 12 yanvar 2026-cı il.